Neysə, 15-də nə deyir? Ən böyük elementlər, düzdürmü? Numbers. Nə var idi orada? Prosta deyirdi ki, max istifadə eləmə. Max istifadə eləsək asandır. Bunu yapmaq lazımdır belə. Listimiz budur. Yenə mən döngü olacaq deyə yenə i yaradıram. i yaradandan sonra mənə lazımdır bir dəyişən və o dəyişənin içərisində həmişə ən böyük rəqəmi saxlayım. Ona adını qoyuram. Max. Birinci buna nəsə mənimsətməliyəm də. Ona görə numbers'ın 0-cı indeksini heç bilmirəm orada neçə var. Prosta 0-cı indeksini mənimsədirəm. Qoy qalsın içərisində. Birinci. Yəni bu. Onu qalsın bunun içərisində maksimum. Güya ki, ən böyük rəqəmdir. Hələ ki də. Sonra yenə while yazıram qaydasında. Deyirəm i kiçikdir. Mənə nə qədər döndürmək lazımdır bu döngünü? Bu 0-dan axıra qədər. Yəni bunun uzunluğu qədər. Onu nə yazıram? Deyin. Düzdür. Yəni bu qədər dönəcəksən. Aşağıda iynə artırma yaddan çıxartmıram. Amma şərtim nədir? Şərtim odur ki, i-yə nə düşəcək? Bax. Biz ümumiyyətlə bilirik ki, numbers i yazsam mən bura, bax, bura yazıram numbers i. Bunun da aşağısında, bax, burada bir yerdə i-ni artırıram. Bir vahid artırıram. Hər dəfə i olacaq 0, gəldi bura qədər işlədi, təzədən bir daha qayıtdı 1, bu artırmışam deyə. Numbers i-də nə olacaq? 0 olduğu təqdirdə 3, sonra artdı. İkinci obrat oldu 1, bu 7 olacaq, bu 2 olacaq. Mən hər dəfə bunu nə ilənsə müqayisə edə bilərəm də. Nə ilə müqayisə edirəm? Maksimumla müqayisə edirəm. Əgər bu həqiqətən də, məsələn, tutaq ki, 0 qiymətinə baxıram, 0 da onsuz da bərabər olacaq. Çünki burada o 0-ı vermişik də. Yəni neçə düşüb bura? İndi belə götürək ki, 3 düşüb da. Ən böyük rəqəmimiz 3-dür hal-hazırda güya. Deməli, indi hal-hazırda 3-dür. 0 qiymətində 0-la başlayırıq. 3 3-dən böyük deyil. Bu ödənmədi. Yaxşı, indi 1 artdı. Təzədən bir də döngümüz bir də fırlanır. 1 qiymətində bu artmır. Fikir versiniz, burada 0-dır. Yəni bu 3 olaraq qalır. Döngünün içərisində dəyişəcək ssenarilər. Bura gəldi 1 düşdü. 1, yəni i1. Burada numbers i, yəni numbers birinci element budur. 7. 7 neçədən böyükdür? 3-dən. Çünki buna 3 düşüb qalıb orada. Böyükdürsə, maksimumun mən qiymətini dəyişib eləmək istəyirəm həmin bax maxla. Bunun qiyməti eləmək istəyirəm, bax həmin bunu eləmək istəyirəm də bu səfər. Düzdür. Amma burada bir məsələ var ki, bu belə yazsaq bu şərt ödəndi, ödəmədi, bu proses gedəcək. Bunu eləyən hansı blokdur? If blokudur. Burada bir dənə tab atıram. Deyirəm ki, nə zaman ki gördün ki, maksimumdakı rəqəmdən böyükdür, həmin o indeks gəlib düşür bura, buradan bir rəqəm götürürsən. Həmin rəqəmi, bax həmin rəqəm, məsələn 7 oldu da, 7-ni götürüb qoyacaqsan nəyin içərisinə? Maksimumun içərisinə. Maksimumun içərisində neçə etsə onu dəyişəcəksən. Çünki bu imiş də ən böyük. Bunu qoyacaqsan. Bu və 0-dan ta ki bu uzunluğa qədər gedir. Məsələn, buradan neçədir? 1, 2, 3, 4, 5 dəfə. 5 dəfə bu döngümüz dönəcək. Hər dəfə bunu götürüb maksimumla yoxlayır. Əgər böyüksə maksimum içərisinə qoyur. Sonra bundan. Ta ki ən böyük rəqəmi qoyur da ondan sonra ta ki 9-u qoydu ora bax. 9-u gətirdi maksimum içərisinə qoydu. İndi buranı baxırıq. Deyir ki, bura neçə düşdü? Ta ki deyək ki
4 düşdü də. 4-cü indeks 5-dir də. Düzdür, 4 bu 4-cü indeksdə dayanır. 5 9-dan böyük deyil. Ona görə ümumiyyətlə bura işləmədi. Sonra i artırıldı və var döngüsünü tərk elədik. Bunu başa düşməyən var. Müəllim, bir dənə mən başa düşmədim. Maksimum bərabər yazmısınız number 0-a. Aha. Bu elə belə Yəni yazmışıq ki, yəni heç birinci ilə başlayaq da, bu 3-ü verin buna, sonra müqayisələri eləmək üçün əlində nəsə olsun da. Onun üçün yazırıq da. Yəni başqa onsuz da mən bunun içindəki bir rəqəmləri bir-birinə müqayisə edib ən böyüsünü tapmaq istəyirəm. Düzdür? Mən ona görə birincini verirəm belə ki, birinci yəni sıfırıncı da. Sıfırıncını verirəm ki, deyirəm, hə, sıfırıncı gəlsin düşsün bura. Sonra mən içəridə onlarla bir-birinə müqayisə edeyim. Sıfırıncı indeksdən sıfırıncı maksimumu, birinci indeksdən maksimumu, ikinci indeksdən maksimumu. Hamısını müqayisə edirəm. Hansı maksimumdan böyükdür, maksimumun qiymətini dəyişəcəm, eləyəcəm həmin o. Neçədirsə o. Müəllim, Müəllim, 7-ci sətirdə if-i yazmasaq, 8-ci sətirdə yazmasaq nə baş verir? Nə yazmışam? Onu Şaşırmadım. 8-ci sətirdə heç nə yazmasaq, Aha. if də yazmasaq, yəni numbers böyükdür maksimumdan. Onda nə olacaq? Yəni bizə nəsə verəcək? O mənası if yazmasaq, Bəli, if yazmasaq, 8-ci sətirdə olmasa. bu sadəcə bura true false düşəcək. Yəni heç bir şey elə yalandan true düşdü, keçdi, getdi üstündən. Heç bir şey Onda vermir. if-i yaradırıq, sonra 8-ci sətirdə bizə müqayisə edib verəcək. If-i qoyuruq ki, bura deyirik, əgər gördün ki, maksimumun içərisindəki rəqəmdən böyükdürsə, bura düşən rəqəm, onda maksimumun qiymətini həmin rəqəmi ver. Çünki mənə ən böyük rəqəm lazımdır. Gördün ki, bu rəqəm böyüksə, buradan maksimumun içərisində neçə isə tulla o tərəfə onu qoy yerinə. Böyüyünü qoy. O getdi işinə. mən breaklə eləmək olar bunu. Hı? Breaklə. Həmin ədəd maksimum olanda Bax, dayandırsın. səndən sözüm könüldə danışan, düzdür? Bəli. Burada sən bunu görürsən də, sən gördüyə görə deyirsən 9-dursa məsələn break. Sən təsəvvür et ki, bu döngü, nə bilim, dünyanın o biri ucundan gəlir. Sən bunu heç cürə görə bilmirsən. Və yaxud da bunun içində 1000 dənə rəqəm var. Sənə tapşırılıb ki, bunu bir-bir onun üstündə gəzib baxmalısan. Nə oldu? Ora keçə bilmirik deyəsən. Çətin koddur. Axı çətin deyil. Sadəcə mən dedim breaklə eləsəydik nə olar? Orası biraz düşündürdü məni. Break qırmaq üçün. Burada qırmalı bir şey yoxdur. Biz bir-bir götürməliyik, rəqəmləri maksimumla müqayisə etməliyik. Əgər böyüksə maksimumun içərisinə onu qoyub o əvvəlki qiymətinə xəyanət etməliyik. Ta ki axıra qədər. 5-i də gətirib müqayisə edək. Gördük ki, 5 də böyük deyil. Ondan sonra qurtardı. Ondan sonra arxayın olduq, sonra gedirik. Mən belə baxanda bilirəm də burada 9 ən böyükdür. Amma bu işi döngü görməlidir, avtomatik. Avtomatik görməlidir bu işi döngü və axırda da yazırıq ki print max nam vardı getdi. Bax oradan mənə verdi 9. Mən gördüm bunu 9. Bura ben də yazdım 12. Dedim bir də döndür. Tapdı mənə ən böyük rəqəm. Mən hər biri bir-bir götürəcək, bax bundan müqayisə edəcək. Burada birinci döngüdən neçə var idi Fatimə? Birincidə 0, 3 olur. Birincidə 0 var idi. 0-ı 0-la müqayisə elədiyi nə oldu? 0-cı indeksi 0-cı indeksinə. Yəni 0-cı indeksi maksimumla müqayisə etdi. Nəticə nə oldu? Nəticə Hı-hı. təkrar keçdi, yoxladı. Bu səfər 0-ın üzərinə 1 gəldi. Yox, hələ buranı mənə deyən. Birinci döngüdə, bax birinci döngüdə burada nə baş verir? Numbers i-ni nə verəcək bizə? False. False verir. Yox, Fatimə desin. Numbers i bizə nə verəcək? Deyir ki, ən böyük Numbers ədəd deyil onda Numbers i false verir.
numbers i Hə. 3-dür də. 3-ü verəcək. 3 ilə nə müqayisə edəcək? Sıfırla yoxsa maksimumla? Maksimumun içərisində nə var? Numbers 0 var listə. Number 0 neçədir? 3. Deməli, nə ilə nəyə müqayisə edək? 3 ilə 3-ü müqayisə eləyir. O da Nəticə- ki, Nəticə nə oldu? düzgün deyil də, false. False-dur. Bu işlədi. İşləmədi. Onda nə oldu? Bax, burada yazın. Maksimum bərabər neçədir maksimum qiyməti? Hal-hazırda. Bir döngüdən sonra. 1, Yox, 0, yox. 3. Atma Fatimə, fikirləş. Sonra bəzən buradan davam edə. Sonra bir dəfə əlavə eləyir üstünə Hı. 1. Sonra while-a gedir. Bu 6-cı sətr true'dur. Sonra düşür aşağı. Aha. If numbers i, onda bir də birinci indeksdə 7-dir. Hə, neçə? Deyir 7. Neçədən böyük oldu? 7-dən. 7. Burada 7-dir. Burada 3-dür. 3-dür. Hə. Nə oldu? Nəticə nə oldu? Deyir ki 7 3-dən böyükdür. Hə, true yoxsa false? Ha. True. Bura işlədi. İşlədi. Bura nə baş verəcək burada? Deyir 7 3-ə bərabərdir. Yox, burada False. bərabərdir. Bu mənim Yox. müqayisə deyil. Bu mənimsətmədir. Burada bax fikir verin, burada müqayisədir. Mən maksimumun 3-ü götürüb 7 ilə müqayisə edirəm. Burada amma müqayisə eləmirəm. Deyirəm maksimumun əvvəlki qiyməti neçə idi Fatimə? 3. 3 idi. İndi deyirəm onun içərisinə ona xəyanət elə. Onun içinə başqa bir şey qoyacaqsan. Nə qoyacaqsan? 7. Hə. 7 qoyacaqsan. Deməli gəldi Python nə elədi? Bu 3-ü sildi. Bura 7 yazdı. Sonra təzədən bir də 1 artırdı. Belə gedir. Sizin deyə bilərsiniz ki, bu şey olacaq. Sonra qiyməti 2 olacaq. Yox, olmayacaq. Çünki buranı görməyəcək. Hə. Müəllim, bir sual verə bilərəm. Buyur. Orada maksimum yerinə bərabərdir nam 0 yazmısınız, number 0. Orada niyə 4 yazmadıq? Maksimum ədədimiz 9, 12-dir. Hı. Gəlib bir-bir yoxlayar. Orada da if-də də numbers i böyükdür, bərabərdir maksimum. Harda nə yazılmadı? Number 0 yazmısınız. Axı maksimum deyirəm ədəd rəqəmimiz 12-də axı, yəni 4-cü indeks. Hə, sən onu bilirsən, hə? Bəli, mən elə yazardım da, yəni 0 mənə çatmadı. Niyə Belə 0 olsa nə bərabər yazarsan? edir? Mən niyə pozdunuz onu? Zilli pozmayın. Mən demək istəyirəm ki, Yox, maksimum başqa yerdə. Da, məsəl üçün, Əndirabadi bir saytdadır. Sən bilmirsən onun içində hardadır ən böyük rəqəm. İndi deyirəm, hə, yaz. elə. Başa düşdüm, hə. 0, yəni 0 başlanğıcdır. Deyirsən ki, 0-la 0-cı indekslə 0-cı indeksi müqayisə edirsən. Sonra 1-ci indekslə 0-cı indeks. Əgər böyükdürsə sən maksimumu dəyişirsən. Sonra 2-ci indekslə təzədən maksimum. Hamısı bir-biri yəni maksimum nə idi birinci? 0-cı indeks. Hamısı bir-biri ondan müqayisə olunsun. Böyükdür, götür at içəri o içindəkini tulla çölə. Ta ki axıra qədər get. İşi bitirdin, qayıt gəl. Bunu götürdük, saxladıq əlimizdə. Sonra bir-bir hamısını müqayisə edir. Bax, bunu görsən, bunu götürdü, bundan müqayisə edir. Dedi ki, hə, yox, maksimum budur. Mənimsətdik də, mənimsətməm. Hə, bildim. Hə, götürdüm, bunu elədik. Sonra bunu götürüb bundan müqayisə edir. Görür ki, böyük deyil, mənimsətmə işi işləmədi. Bura işləmədi. Sonra götürüb bunu müqayisə edəcək. Bax, max deməli, burada müqayisələr burada gedir də. Buradan götürür ki, nədir? 9, maksimumda neçə idi? 7. Böyüksə bu kod işlədi. Maksimumun içərisinə götürdü, 9-u qoydu. Belə axıra qədər gedir. 12 də ödənəcək, maksimumun qiyməti 12 olacaq. Sonra 5-də yenə nə olacaq? Gəlir, bax, bura düşür. 5, maksimumun da içərisində 12 var. Ödənmədi, bura avtomatik işləmədi.
Valinin işi bitdi. Yəni maksimum qiyməti 12 olaraq da qaldı. Bildim. Əvəzləmə para Məsələ bu idi. gedir. Yəni, sıfırıncı indeksi, yəni başlanğıc bir sənə nəyə oxşuyur o? Deyirəm ki, məsəl üçün 10 addım atmalısan. 10 addım atmalısan. Birinci eləyəcəyin hərəkət nə olar? 1 addım atmaqda, düzdür? Burada da bir 10 addımdır da bura. Sən burada başlayıb bir proses icra eləməlisən. Hardan başlamasan? Buradan başlamalısan. Buradan, bununla başda bu ikisini müqayisə elə. Hansı böyüksə götürüb bununla müqayisə elə. Sonra hansı böyüksə bununla müqayisə elə. Belə gedir, addım-addım belə gedir. Bunun da şəklini çəkin. Yoxsa rekord edirəm. Yəni hər ehtimala qarşı şəklini çəkə bilərsiniz. Bu şəkildə, yəni elə bir max funksiyasını əvəz edir də bu döngü. Belə. Okeydir hamıda bu. Bəli, aydın oldu. Buna T1 niyə yazdım? Nəsə 1-2 yazdım. Deyirdi ki, elementin içində, yəni list var. Yenə numbers. Bərabərdir. Listin içində rəqəmlər var. Yenə bilmirik. Bax, sən bunu görürsən, o demək deyil görürsən. Aşağıda ola bilər, yuxarıda ola bilər, başqa bir saytda ola bilər. İndi görməyimiz bizim öyrənmə ərəfəsində bizə lazımdır. Amma yenə də biz döngü istifadə edəndə biz prosesləri avtomatlaşdırırıq. Onda bu da bayaqki qayda ilə işləyir. Deyirəm ki, bu ən böyük rəqəm 40-dır. Yaxşı, biri gəldi bura 50 atdı. Mən axı buna demişdim 40. O qaldı ki, kodlar girdi bir-birinə işləmədi. Avtomatlaşdırılmış iş deyil bu. Başa düşdünüz necə? Bəli. Sən işığı gəlirsən, işığı yandırıb girirsən içəri, çıxanda söndürürsən. Amma bir də var lazerlə işləyən işıq, səslə işləyən işıq. Adam gələndə yanır, gedəndə sönür. Yəni avtomatlaşdırma. Yəni i bərabərdir 0 adətən val varsa 90% hallarda bu var. Bir də belə bir şey yazıram. Tapıldı yoxsa tapılmadı. Deməli if-ə mən boolean tip ötürməliyəm. Həmin boolean tip true olsa if mənə if-in qarşısına yazacağam da onu. Həmin boolean tip əgər true olsa mən print eləmək istəyirəm ki, tapıldı həmin rəqəm. Yox, əgər tapılmasa o mənə false versin, else işləsin. Onun üçün də belə bir dəyişən yaradıram. İngiliscə özümüzə ingiliscə terminlərə öyrəşdirək. Mən bunun dəyərini birbaşa false verirəm ki, hələ ki false-la başlayaq. Adətən belə olur. Əgər boolean tip yaradılırsa, çox vaxt false-la yaradılır. İşləyişinə baxacaqsınız da. While sonra i kiçikdir boolean numbers. Bura qədər problem yox. Ondan sonrasına baxaq. Deyirəm ki, şərtimi yazıram. Bilirəm ki, yenə i-nin içərisinə nə düşəcək? Bax, düzdür 0, 1 falan düşəcək. O heç. Amma numbers i-nin içərisinə nə düşəcək? Bax, mən bura numbers i yazsam, bayaq Fatimə dedi. İndi biz buna baxanda bu adi numbers i kimi görsən. Amma bir dəfə bura 0 düşür, bir dəfə 1 düşür. Çünki biz bunu döndürürük axı. Dönür. Adı döngüdür bunun. Nə olacaq? Hər dəfə bura düşəcək, bir dəfə 10 düşəcək, bir dəfə 20 düşəcək, bir dəfə 30 düşəcək. Hamısında da nəsə bir proses eləməliyik. Deməliyik ki, bərabər. İndi deyir ki, bunun içərisində 30 varmı, yoxla. İndi mən nə edirəm? Bir dəfə bərabər yazsam mənimsədəcəm. Mənə lazım deyil, müqayisə lazımdır. 30 varsa əgər, bax, 30 varsa, nə edəyək? Bu prosta if-i də yazaq da. If 30 varsa hansı bir proses eləməliyik biz? Hansı proses eləməliyik səncə Elvin? Sən denə. Əgər 30 var, yaxşı, mən əvvəlki yaratdıqlarımdan nə iş görə bilərəm? Tapmışıq da 30. 30-u tapmışıq da dayansın. Yenə break-nə. Break olsa sonra Print elib sonra break yazsın. bax yazdım break.
Yox, print yazaq, sonra break eləyək. Print, mən burada dəyişən yazmışam amma bunu niyə yaratdım onda? False. Numbers i If bundan bərabər sonra olacaq. If bundan sonra olacaq. Yəni var bitəndən sonra bir dənə də if yaradacaq. Bayaq sizə dedim, dedim if yaradılacaq və ifin dəyəri true-dsa print tapıldı, əks halda print tapılmadı. Mən əgər numbers i müqayisə found nə etməliyəm? olacaq. Numbers i müqayisə found belə. Numbers i-ni sən onu nətər true false-la müqayisə edirsən? Sənə nə verəcək? Sənə heç nə vermir Fatimə. Bəs onda Found'un mən bilirəm ki, bu 30-u tapmışam. Bu found false nə deməkdir? Yəni found tapılmaq da. Found false-u mən tapıldı, yəni true-ya çevirmək istəyirəm. Nətər çevir? Not yazaq qarşısına, not found. Yox, bax. Found, not found yazsan, belə onu sən dedin belə olar da. Found bərabərdir not found. Düzdür. Bunu demək istəyirsən də. Yox. Hə. Bərabər olmasın. Yəni şeydir, əksini götürsün, yəni düz. Bunu yazmaqdansa elə deyirsən ki, nida götür bərabərlik. true ver ona. Demə found, true, okeydir. Yəni tapıldı. Düzdür. Müəllim, o false-un nə əhəmiyyəti var? Mən onu anlamadım. Mən sənə necə deyim bir dəqiqə. Onu mən də başa O düşmədim. solda niyə var? Bax, bayaqki məsələ kimi də, yəni o 0-cı indeksdən başlamaq kimi də bu da. Yəni sən 30-un burada olub olmadığını bilmirsən. Bunu belə yadda saxla da, şər deməsən xeyir gəlməz. Sən birinci deyirsən ki, elə bir şər deyirsən də, deyirsən ki, yoxdur, olmayacaq, pis fikirləşirsən. Deyirsən ki, found tapılmayacaq. Negativ düşünürsən. Amma tapandan sonra həmin o negativ düşüncəni sən pozitiv düşüncə çevirsən. Deyirsən ki, found, true, yəni Şər xeyir okeydir, oldu. tapıldı. Başa düşdün? Bəli. Bunu sən true yazsan, sistemi dəyişməlisən, başqa cür işlətməlisən. Deməlisən ki, if numbers i, nə bilim, hamısı onun içində yoxdursa, o daha qəliz olacaq da, bu asandır. Hə, bu asandır. Birinci deyirsən ki, false verin. Hasan ki, mən, bura axı mən bayaq sizə dedim onu. Fatimə də izah elədi. Bir dəfə 0 düşür, bir dəfə 1 düşür. Bura 0, 1 düşməyə bizə nə verir? Bax, bura. Bura bir dəfə 10 düşəcək. Bir dəfə 20 düşəcək, bir dəfə 30. Ta ki, hamısını da götürüb 30-la müqayisə edəcək. 30-u tapan kimi found true-ya çevriləcək. Tapmasa found true Bəs olmayacaq. olmaz. Found elə false olaraq Yox, qalacaq. olmasa. Hə? Necə qalacaq bəs olmasa? Əgər found. olmasa həmişə false olaraq qalacaq. Hələ bunun ardı var da, senari hələ davam edir. Tapandan sonra kod işləməsin istəyirəm. Ona görə bax bura yazıram break. Çünki mənə lazımdır. Tutaq ki, bunun içində 1000 dənə rəqəm var. Onun 10-cu rəqəmi 30-dur. Bu döngü 1000 dəfə döndərmək mənə orada lazımdır. Həm kompüterimi yükləyirəm, həm vaxt çox gedir. Mənə o lazımdır. Mən bunu 1000 dəfə. Çünki tapmışam da, çıxıb getməliyəm də, işi bitirməliyəm. Ona görə break yazıram ki, tapdın, found true elədinsə, tapdınsa, döngünü dayandır, nəticəni ver. Tapmadınsa, tapana qədər götür bura rəqəm qoy, 30-la müqayisə elə, hamısını 0-cı indeks, 1-ci indeks, 1000-ə qədər istəyirsən, nə bilim, sonsuza qədər müqayisə elə. Ta ki, 30-u tapandan sonra found true-ya çevirəcəksən və break qırılma eləyib döngünü tərk edəcəksən. İğnə artırmağı da burada eləyirəm. İğnə artırmaq da lazımdır ki, hər dəfə bura 0, 1, 2, 3, 4, 5 düşsün. Len uzunluğu qədər də, listin uzunluğu qədər. Deyə bilər ki, bu breakdən sonra bu artırılma işləməyəcək. Onsuz da bu, mən tapmışamsa 30-u, deməli, istədiyimə çatmışam. Bundan sonra while mənə lazım deyil. Bura qədər söz. Ora baxın, soruşarsınız. Burada yazıram if found, bax, ən gözəl hissəsinə gəlirik. If found, da demirəm found bərabər true, nə bilim nə. Ehtiyac yoxdur. Found-un nəticəsi ya true-dur ya da false. Nə zaman true olacaq? 30-a rast gəlmişəmsə. Fikir verin, 30-a rast gəlmişəmsə, found true-ya çevrilib artıq. Ona görə də mən burada yazıram, deyirəm print tapıldı.
Düzdürmü? Əgər found false-sa if işləməyəcək, təbii ki, else işləyəcək. Burada da tapılmadı. Baxaq. Hə, belə. İndi bu işlədək baxaq. Tapıldı. Mən burada 30-u buradan silirəm. Baxaq. Tapılmadı. Yəni, niyə görə tapılmadı? Çünki bura bütün elementlər düşüb, heç biri 30-a bərabər olmadığına görə if-in bloku açılmadı. Heç vaxt bu kod işləmədi. Heç vaxt bu kod işləmədi. Bunu işləməmək bizə hal-hazırda maraqlı deyil. Bu kod işləmədi. Found-un dəyəri true-ya çevrilmədi. False olaraq qaldı. Burada da if-in qarşısındakı dəyər false olduğuna görə proqram bu kodu işlədəcək və biz tapılmadı sözünü görəcəyik. Burada başa düşdüyüm şey qaldı. Qaldısa buyurun. Xeyr, mən aydın olmamısan. Prosta bu while-dan sonra birbaşa else yazsaq, sonra print tapılmadı yazsaq, o verər onu. Hə, yox, bax onda əgər biz break-i görmürüksə, while-in else necə işləyirdi? If-in else kimi deyil. Oradan break else-in qarşısına alır. Bu bizə nə edəcəkdir? I-ni bir dəfə də artıracaqdır. Məsəl üçün deyək, len neçədir burada? Tutaq ki, 3-dür də. 1, 2, 3. I 3 qiyməti alacaqdır. Bu şərt ödənməyəcəkdir. Ona görə else çıxacaqdır. Burada da biz tapmışıqsa da əslində burada da indi yoxlamaq lazımdır da. Belə biraz qarışıq oldu. Burada gəlib biz burada da print yazaq, burada da yazaq. Amma burada found-un bir mənası olmayacaq da. Deməli, nə edə bilərik? Biz bilirik ki, if tapanda break eləyir, qırılır. Amma bir dənə də belə bir məsələ var. Bax, görsən, işin içindən iş çıxır. Break varsa, else işləmir. Belə qeyddə var idi o. Düzdür. Düzdür? Var idi, yox. Var idi. O şeydə də oxumuşdum mən onu, ChatGPT-də. Yəni, şeyin düşmənidir. Sən dediyin yolla da fərqli bir, oxşar bir yol eləmək olar, amma bu vəziyyətdə burada break var, burada found true var. Biz bunları istifadə eləmişiksə, ayrı bir if else istifadə eləmək lazımdır da. Müəllim, dediniz, ikinci mən dedim ki, if-ə nə ehtiyac var? Print yazıb sonra break eləyərdik. Amma else niyə çap eləməyəcək? Else niyə? While-in else-i? Bəli, bəli. Sən PDF oxuyubsan da while PDF-in. Yox, else oxumamışam. Orada şey yazmışam belə, vurğulayıb yazmışam ki, əgər break varsa, while-in else heç vaxt işləmir. Burada else nə qədər özü öldür, bu görməyəcək. Break-ə çatıbsa görməyəcək. Çünki break yarımçıq eləyir kodu. Else-dəki gərək tam kod verməlidir. Kod tamamlanmalıdır ki, else versin. Çünki bəli, kod tamamlanmalıdır. Bu şərt ödənməyəndən sonra else verir. If-dəki kimi deyil. If bu true-dursa, bu işləyir. Qutardı getdi, bu işləmədi. False-dursa, bu işləyir, bu işləmədi. Bu belə deyil. Bu elə bir döngüdür. Hər dəfə bu gəlir, true bura yoxlayır. 0, 4-dən kiçikdir, verdi, işlədi. 1, 4-dən kiçikdir, 2, 4-dən kiçikdir. Gəlib 4-ə çatıraq, bu artıra gedir. Hər dəfə bir dənə artır. Gəlir 4, 4-dən kiçik olanda else işlədir. Else yazdığımız while-in else-nin kodunu işlədəcək. Amma break-i gördüsə, else də görmür. Buna çatıbsa, çünki bu axıra qədər, Elvin demişəm, axıra qədər getmir də proses. Getməlidir, 4 kiçikdir, 4-ü false-unu görməlidir, else getməlidir. Görürsün, məntiqlidir əslində. Elə bir senaridir. Axırdan isə bir hadisə olur, bir kinoda. Axırdan isə bir hadisə olur. Sən axırına baxmadan yarımçıq durub çıxıb gedirsən. O axırını görməyəcəksən də o kinonun üstü, finalını bilməyəcəksən. Bəli. Bu biz while-in else-də dərs keçəndə nə yazmışdıq? Demişdik ki, while döngüsü işini bitirdi. Deməli iş bitməlidir ki, bu else işləsin. Bitmirsə, yarım qalsa, bu else-də görülməyəcək. Else də tərk eləyəcək. Ta ki, biz siz hara gələcək? Bax, break-i gördü. Ta ki, bunun da altında kodlar var.
Məsələ indi. Hə. Gəldi necəsə çatdı da buna. 30-u tapdı, buna çatdı. Gəlir while-ı tərk eləyir. Görür ki, burada else də var. Deyir bu da bunun nə olsun ki, blokunda deyil. Bu da bunun əkiz qardaşı. Nə bilim əmisi olur. Bax buranı tərk edir, keçir buradan başlayır oxumağa. Buradan uz aşağı. Çünki bunu da ona aid eləyir də. Elə. Bu da elə bil həmin serialın finalıdır. Belə. Bu formada belə yazanda biraz daha çətin oldu. Görürsüz ki, başa düşülmədi. Amma belə yazanda mən deyirəm 30-u tapan kimi found-u true eləyirsən və break artıq mənə lazım deyil. O döngünü sən təkrar döndürüb rami doldurmağa, mənim vaxtımı aparmağa gərək yoxdur. Ona görə belə. Bunu da şəklini çəkə bilərsiniz. Yenə rekordda olacaq. Sonra keçəcəm 17-yə. Fatıma, başa düşdün sən də bunu? Amma düzündür. Başa düşməyibsənsə deyən başa düşməmişəm. Başa düşdüm. Dəqiq. Dəqiq. Burada bir dənə bax, əsas başa düşməli olduğu şey nədir? I-nin bu müqayisəsi numbers i hər dəfə bura fərqli elementin düşməyi və found dəyişəninin biz içindəki dəyəri boolean tipi çeviririk true'ya. Niyə görə true'ya çeviririk? Tapıldı işte çıxsın deyə. Çünki tapılaq. Bunu başa düşürsünüz İndi asan. numbersda 30 yoxdur. Bizə found false verəcək. Found false qalır. Elə əvvəldə yaratmışıq da. Ona görə də burada bax hansı işləməli? Bu işləməlidir. False tapılmadı. Bura işləmir. Bu işləmir. Oradan T3 17-də nə deyirdi? Listi tərsinə çevir. Numbers. İşte bunu da bilirsiniz. 1, 2, 3, 4. Reverse falan istifadə etmək olmaz. Döngü ilə çevirmək lazımdır. Ona görə mən nə edirəm? I dəyişənini artıq bu dəfə proses əksinə gələcək də. Mən birinci bunu götürməliyəm, ikinci bunu götürməliyəm. Əvvəl necə idi? Biz bayaqki bunlarda buna baxıram. Dedi ki 0. Neynədir? Birinci onu götürdüm. Sonra artdı 1. Birinci indeks, ikinci indeks. İndi fikir versiniz, mən neynəməliyəm? Birinci bunu götürməliyəm, qoymalıyam hansısa listə. Sonra bunu götürməliyəm. Deməli bu azalan sırada, artan sıra deyil. Mənə lazımdır i 0-dan başlamasın. Mənə lazımdır i -1. len numbers-dan başlasın. Hətta -1-dən. Niyə verirəm -1-dən başlasın? Çünki indeksləmə, axı biz deyirik ki, bu bizə neçə verir? 2, 3, 4. Düzdür. Amma indeksə baxaq. 0, 1, 2, 3. Mənə lazımdır 3-cü indeksdən başlasın. Amma len bizə 4 verir axı. Yəni o 0-dan başlamaq bizə -1 lazımdır ki, biz birinci axırıncını belə götürək də. Birinci axırıncı deyəndə də biraz beyin yanır. İlk başladığımız addım sonuncu elementdən olsun deyə mən len yazsam düzgün olmayacaq. Çünki len bizə nə verir? Elə bundan baxıraq da, müqayisə edək. Len bizə verir 4. Gəlsəm desəm ki, numbers 4. Numbers 4. 4-cü indeks burada görürsünüz. Yox. Yoxdur da. Ona görə mənə lazımdır -1 atam bura ki. Çünki 3-cü indeks var da burada. Bu 3-cü indeksdir. 2-ci indeks 1, 0. Başa düşdünüz? İndi mən bunun içərisində bir dənə də reverse list yaradıram. Bunun da içərisinə hələ ki boş saxlayıram. Üzə götürəcəm, nə edəcəm? Birinci bu həmin -1-i götürüb atacam bunun içərisinə. Sonra -2-ni götürüb atacam bunun içərisinə. O asan.
Yazdım while. Bax, bu səfər nə yazıram? Deyirəm i. Biz nə edəyik? Ki, bu false versin. Nə qədər ki, böyük bərabərdir 0-dan. Belə eləsək. Belə olmalı. Çünki bu 4-dən 3-dən başlayacaq neçədənsə mənfiyə doğru azala-azala gedəcək. Ona görə mən deməliyəm ki, 0-dan böyüksə işlə, 0-a çat. 0-dan aşağı düşdü işləmir. Çünki azaldacağım mən bu səfər bunu. Biz dedik ki, bu səfər 0-dan çoxa doğru yox, çoxdan 0-a doğru düşəcək. Bu ki, tərsinə çevirmə işlərində bu lazımdır da. Yəni axırdan geriyə lazımdır. Burada mən metoddan istifadə edəcəm. Yazmadan. Hansı metod? Append metod. Bura nə əlavə edəcəm? Numbers. Deməli, indi baxaq. Birinci bax bu nədir? 3. 2 vereyim bir dənə bax. Bura gəldi düşdü 3. 3-cü indeks hanı? 4. Bunu götürüb atacaq şeyə, append. Reverse dili bura düşəcək. Burada olacaq 4. Belə yazıram sizin nəzərinizdə olsun. Sonra indi mən i-ni azaltmalıyım da. Bax. I minus. Bu nə deməkdir? I-nin əvvəlki qiymətindən 1 çıx deməkdir. I neçə idi burada? 3 idi də. İndi ondan bir dənə də çıxdım. Elədim 2. Bu şərt ödənir. 0-dan böyükdür. Burada 2-dir. 2 hansı indeksdə budur. Götürüb atacaq bura. İkinci aparatımızda. Daha doğrusu bunu belə. Sonra i-ni bir dənə də azaltdım. Deməli 2 idi 1 elədim. 1 0-dan böyükdür, bəli. Numbers 1 hansıdır? Budur. Bunu gətirdi, yazdı bura. Elə. Sonra 1-i bir dəfə də azaltdım. 0. 0 0-dan böyük bərabərdir, bəli. 0-cı indeks hansıdır? Burada bax, append edirəm də. 0-cı indeks 1-dir. Bunu gətirdi, yazdı bura. Sıra ilə hər bir döngüdə bax, bir dəfə bunu yazdı, sonra bunu yazdı. Fikir verirsiniz. Amma çoxdan aza getməsi üçün nə edim? Bundan istifadə edim. Dedim ki, indeksi 0-dan başlatma bu səfər. Bunun uzunluğuna minus 1-dən başlat. Bunun uzunluğuna minus 1 bunu verir bizə. Axırıncı elementi verəcək. Onun indeksini verəcək. Bunu da öyrənmiş oldunuz ki, axırıncı elementin götürmək üçün len minus 1 edə bilərsiniz. Belə bir düstur kimi də yadda saxlaya bilərsiniz. Axırıncı elementin indeksi len minus 1. Hətta belə bir şey də var. Məsəl üçün yazırdıq indeksləmədə -1. -1 bizə nəyi verirdi? Bunu verirdi də. Əslində ondan da götürülmüş ola bilər. Len minus 1-dən də götürə bilərlər. O məntiqlə də ola bilər. İndi bizə lazımdır nə? Biz belə yazdıq, düzgün yazmamışıq. Bunu boş saxlamaq lazımdır ki, mən sizə baş salmaq üçün göstərdim ki, bu proses bu cür olacaq. Hər bir döngüdə ora gəlib rəqəm düşəcək və mən bunu çap edəcəm. Ekranda göstərəcəm. Gördünüz, eyni şey. Birinci dəfə bunu götürdük. Mən bunu yazmışdım, amma belə qəliz formada yazmışam. Bu daha rahatdır. Görsən nə şey səliqəli. Deyirsən ki, append eləyirsən hər dəfə indeksin nömrəsi. Və bu nədir? 3-dən 0-a doğru azala-azala gedir. 3, 2, 1, 0. -1-də artıq işləmir. Koddan çıxıb gedir. Mən biraz fərqli yazmışam. Elə bil numbers accent reverse list accent yazmışam. Numbers belə bir şey yazmışdım səhv etmirəmsə. Hə. Sonra mötərizənin içərisində də slicing eləmişəm. Slicing nədir onun adı? 2.2. slicing, yəni -1 ilə. Elə içinə daxil Düz verdi, düzgün verir. Düz verdi. Yəni bu rəqəmləri dəyişib yoxlayıbsan, həqiqətən də tərsinə verir. Bir dənə şey mən çatmadı ki, orada elə bil həmin versiyada belə verirdi, elə bil 4 2 3 1-i 3-4 dənə şey belə verir dalbadal. Bir dənə break əlavə elədim, elə 4 3 2 1. Belə onu tutmadım niyə elə verdi, amma elə bir axırda nəticə düz oldu. Hə, olar, amma qəliz koddursa o səni yoracaq. Yəni bax görürsən sadə üsul. Rahatdır.
Elə bil eyni bu versiyadır. Belə elədim, bu 4 2 3 1-dən 2-3 dənə list verdi. Sonra bir dənə break elədim axıra. Bu i-nin aşağısına break elədim, elə bunu verdi. 4 2 1. Hə, aydın. İndi bax burada yenə deyirəm, siz avtomatik vali başa düşən adam deməlidir ki, mən neynəməliyəm bunu tərsinə çevirmək üçün? Birinci axırıncını götürüb qoymalıyam başqa listə, sonra ondan əvvəlkini. Deməli i 0 deyil. Bir də 0 olsaydı bunu proses birinci bundan başlayacaq. Deməli axırıncıdan başlamaq üçün və əvvələ qayıtmaq üçün i-ni mən neynəməliyəm? Azaltmalıyam. Hara qədər? 0-a qədər. Bəs hardan başlamalıyam? Len numbers -1-dən. Bunun uzunluğuna -1. Çünki uzunluq bax uzunluq bizim kimi sayır len. Len bizim kimi sayır. Deyir 1 2 3 4. Amma indeksləmə ilə saymır axı. İndeksləmə bu 0 1 2 3. Bir dənə azdır. Çünki 0-dan başladığına görə həmişə bir dənə geri olur. Mən o 1 çıx 1-dən onu elə bir ki tarazlaşdırıram da, balansı qoruyuram ki, deyirəm eybi yox. Məndən bir dənə çıx, düzələm, düzgün işdir. Hə, bu da mənə nə verir? Birinci turda mənə nə verir? Axırıncı indeksi verir. Mən götürüb atıram bura. Sonra bundan sonra hansını verir? Bunu verəcək. Onu da götürüb atıram bura. Və atdıqca bunlar ardıcıl düzülür. Bax, birinci döngüdə gələn rəqəm, ikinci döngüdə gələn. Görürsən? Artıq mən bildim ki, i çoxdan aza getməlidir burada. Bunu da işləyə-işləyə, o qədər işləyirsiniz ki, belə vəziyyətdə də ağlıza gəlir də. Belə. 4. Şəklini çəkərsiniz. Yazarsınız, qurcalayarsınız. Bir dənə çalışın ki, while sonsuz true olmasın. Yenə bir dənə listimiz var. İçində ikilər var. Bu da fərqli situasiyadır bu arada. Eyni rəqəmlər də var. Mən bunu bax setə çevirərəm, sonra təzədən çevirərəm. Amma elə deyil də. Bunu bax o asan yoldur da, düzdür? Bu ən çox ilişdiyim, vali yaxşı öyrənmək üçün. Bəli, buyurun. bu ən çox ilişdiyim şey oldu da. İşin içindən çıxa bilmədim. Çox ilişdim burada. Bunu setə çevirib şey eləsəm, mənim 15-20 saniyə vaxtım alacaq. Niyə mənə özümə əziyyət verim, val yazım, for yazım? Sən bax, iş mühitində sənə desələr ki, bunu təcili buradan duplikatları silmək lazım, sən elə. Setə çevir, sonra nə istəsən elə. Amma bu dəqiqə sən vali başa düşməkdir sənin vəzifən. Sən bu dəqiqə missiyan, görəvin, nə istəsən denəmdən vali başa düşməkdir və bu kimi şeyləri valdan eləməsən, val levelini artıracaqsın da, bax belə deyim. Başa düşəsiz. Məcbur deyilik biz bunu eləməyə, amma istifadə elədikcə daha yaxşı başa düşürük vali. Bir dənə də list, bax bayaqlar tərsinə list yaradırdım. İndi də belə bir termindən istifadə edəcəm. Unique. Listə nə deməkdir? Düzgün yazmadım yazılışını. Unique. Hə, belə olmalıdır. Yəni unikal. İçində təkrarçılıq yoxdur. Yəni belə boş list yaradıram. Bu səfər mənə arxadan başlamaq, nə bilim, əvvəldən başlamaq falan maraq deyil. Bədababa üsulundan gələcəm. Yəni nə deyirəm? Deyirəm while i nə qədər ki kiçikdir len. Bunun yenə hamısı dönməlidir. Bunun hamısı dönməlidir. Bax, adətən 99% hallarda belə olur. Bax, bayaqki məsəl üçün 30-u tapanda qırılma məsələsi hansı idi? Bizim burada işimizə baxın bir dənə. Bunun içərisində təsəvvürün ki 1 milyon rəqəm var. Bizə maraqlıdır onun içində neçə rəqəm var, 30-dan neçə dənədir. Bizə lazımdır bir dəfə 30-u tapdısa tapıldı ver. Ona görə mən bura break qoymuşam. 30-u tapdınsa vəssalam, daha baxma. Amma burada mən hamısına bir-bir baxmalıyam. Gətirib bunun içərisinə atanda yoxlamalıyım. Onu necə edəcəm? Len numbers düzdür. Hə, burada deyirəm ki, yenə yoxlama eləməliyəm də. O hər dəfə bu if işləsin. Şərtimiz nədir? Deyirəm ki, numbers i, yəni yenə nə olacaq? Hər bir rəqəm gəlib düşəcək buna. Bir dəfə 1 düşəcək, bir dəfə 2, bir dəfə yenə 2.
Bu rəqəm hər hansı bir rəqəmdə fərqi yoxdur. Bura nə gəlib düşsə, bunu notin keçmişdi, yadınızdadır, in notin. Deyirəm ki, bax bu bunun içərisində bilmirəm də indi rəqəmlər düşəcək, düşməyib. Heç nədən xəbərim yoxdur. Sən bunun içərisinə tez-tez rəqəm atacaqsan. Amma bir dənə şərtim var. Həmin buradakı rəqəm neçədir? Məsələn, gəldi düşdü bura 1. Yəni 0-cı indeks 1. Get bax, bu gör bu listin içərisində yoxdursa, notin nə deməkdir? Yəni onun içərisində yoxdursa, onu da əlavə elə. Varsa əlavə elə. Onu mən nətə deyirəm? Deyirəm ki, if-in daxili blokuna yazsam da əlavə eləmək. Deyirəm ki, unique append numbers deməli, bax, çox adam bunu necə qarışdırır, necə çaşır burada. Deyir ki, burada numbers, bu append-i nəyə append eləyəcək? Biz dedik, axı, bu ardıcıl gedir. Yəni, 0 qiymətində bir kruq getdi, sonra 1 qiymətində bir kruq gələcək. Hamısında gələcək də. 0 qiymətində bura gəlib düşəcək 1 və gəlib baxacaq. Deyəcək ki, hə, bunun içərisində 1 var, yoxdur ki. In desəydim false verərdi. Amma nota bax. Not in nə demək? Deyirsən ki, yəni onun içində yoxdur ki. Deyir ki, hə, okey, true'dur. Olmadığına görə bizə true verdi. True verdiyinə görə bura açıldı. Blok, if-in bloku. Və həmin nəyə apardı? 0-cı indeksdəki rəqəm 1. Götürdü, apardı, atdı nəyə? Bunun içərisində. Düşdü bura 1. Sonra 2-ni götürdü. Baxdı, gördü, burada 2 var. Yoxdur. Təzədən bura 2 yazacaq. Bax, indi mən bura gəlmək istəyirəm. İ'ni artırdıq, elədik 2. 2 uzunluqdan bağlıdır, bəli. Deyir ki, numbers i, yəni numbers 2, bu 2, not in unique, burada var. Bu bizə deyəcək ki, bax, not in yoxdur ki, bu bizə false verəcək. Ona görə bura işləməyəcək. Bura kilitləndi. Artıq bu 2-ni təkrar bura götürüb ata bilməyəcək belə. Atması üçün bu işləməlidir. Bura false olduğuna görə, bax, if-in önəminə baxın. Bura false olduğuna görə bu kod icra olunmur. Aydın məsələ, sadə bir məsələ. İkincisi niyə false olur? Burada niyə false olur? Çünki burada zaten 2 var. Bu da in unique deyəndə bizə deyir ki, bunu notu silirəm. İçində yoxdursa? Hə. Burada demişik ki, varsa götür əlavə elə. Bax, varsa true verir. Burada varsa. Onda bizə olduğu kimi verəcək yenə belə. Bizə lazımdır, yoxdursa true versin. Müəllim, indi belə in unique yazmısınız. Axırda print edəndə elə bizə numbers-da nədirsə elə hamısını bir-bir verəcək. Not yazsaq burama ikinci ikini siləcək oradan. Burada not yazana siləcək yox, silmir. Silməyin. Duplikatları götürür də. Yox, buradan bax gəlib bunu götürdü. Tutaq ki, gəldi bura düşdü bu həmin bu 2-də. Bunun içərisində 1-2 var. Biz də deyirik ki, not in unique. Yəni bunun içində yoxdur ki, bu da elə bil deyirəm ki, Fatimə, sənə 2 verirəm. Get gör bunun içində yoxdur. Sən də deyirsən ki, mən deyirəm yoxdur. Bax, elə bilirəm mən bunun içərisində yox olduğunu bilirəm. Amma sənə deyirəm ki, onun içində yoxdur. Sən mənə nə deyirsən? Düz səhv deyəcəksən. Bilirəm, orada 2 var. Bax, qulaq as. Orada 2 olduğunu bilirəm. Amma sənə qəsd edirəm ki, orada 2 yoxdur. Apar bunu qoy onun içərisinə. False olur. Burada bax, həmin söz. Elə bil deyibsən ki, bura 2 düşüb. Deyirsən ki, 2 unique-in içərisində yoxdur. Ona görə bura false oldu. Avtomatik burada işləmədi. 2-ni təkrar aparıb ora qoymağa icazə verilmir. Yəni, loru dildə belə deyim. Hərəkətlə deyim ki, 2 təkrar ora düşə bilmədi. Amma 3-ə baxaq. 3. Gəlib burada yoxlayır. Deyir 3. Unique-də yoxdur ki, burada yoxdur da, həqiqətən də yoxdur. In, not in əgər kimin yadından çıxıbsa getsin, yəni listlərdə falan baxsın orada. If-də var, hamısında var. In, not in. Listin içərisində bir dənə rəqəmi elementi yoxdur.
Əgər varsa true verirdi inlə. Not əksidir. Yəni not in unique true verməsi üçün bura düşən rəqəmin orada olmaması gərəkir. Məsələn, burada 2-dir, burada da 1-2 var. True verməsi üçün, bax, bura düşən rəqəmin true verməsi üçün həqiqətən də bu listdə o rəqəm olmamalıdır. True verən, onu true verirsə həqiqətən də yoxdursa deməli, götürüb əlavə eləsin həmin o rəqəmi neçədirsə unique listinə əlavə eləsin. Deməli, duplikatları bu formada silirik. Hə, iynə artırmağı yaddan çıxartmışıq. Hava gəlməmişəm. Deyirəm ki, iynə hər dəfə bir dənə artır. Bunu yenə boş edirəm, sizə başa salmaq üçün elədim. I 0 idi, nə qədər dönəcək? Uzunluq qədər dönəcək. Uzunluğa qədər. Çünki yenə 0 məsələsi var da burada. Hər dəfə bura düşəcək 1, 2, 3, nəsə bura düşəcək. Müqayisə baxacaq bunu listin içində yoxdursa nə edəcək? Əlavə edəcək. Fikir versin, proqramlaşdırma nədir? Sözlərin koda elə bir ki, axmasıdır. Sözlərin koda çevrilməsidir. Və sənə deyir ki, duplikatları sil. Deməli, nə etməlisən? Bu elementləri hansısa bir listə yığmalısan. O listə yoxdursa o listə yığmalısan. O listə yoxdursa o listə yığ. Bax, bu iki sətir kodla bu cür yazılır. Dil olaraq, yəni proqramlaşma dili olaraq onun yazılışı ən gözəl üsulu budur. Bir rəqəmin, bir elementin başqa listə yoxdursa ora əlavə olunması budur. Görürsünüz, yəni siz əgər götürüb bunu setlə eləsəydiniz, bu kimi maraqlı, lazımlı üsullardan məhrum olacaqdınız. Bunu setə çevirim, sonra təzədən listə çevirim. Elə bir ki, beynini işlətməkdən qaçmış olursan da. Ona görə də açmaq olmaz çoxdur. Unique listinə indi baxıram. Görürsünüz. Səliqə ilə. Yoxdursa götürüb o boş listimizə əlavə edib rəqəm. Varsa eləməyib. Bu ikini görüb orada var. 1-2 var imiş, eləməyib. Sonra burada lap istəyirsiniz, nə qədər istəyirsiniz 4 yazaq. Yəni 4 yazaq. Fərqi yoxdur. Hər dəfə gələcək, görəcək ki, bu 4 orada var, yox, əlavə eləmədi. Əlavə eləmədi nədir? Yəni bu kodu görmədi deməkdir. Deməli, bura false imiş də. Bura false imiş ki, bu da görülməyib, əlavə olunmur. Bu niyə false oldu? Deməli, o listə var imiş. Belə, bunu da başa düşdük. Bəli. Başa düşdüm. Bəli, lazım. B4 B5 19-da nə deyir? Yalnız ondan böyüklər. Yenə eyni, bax, eyni taktikadan istifadə edəcəm. Bu asan əslində, bu asandır. Burası mən də öz üsulumu göstərim. 5, 12, 15. Bunu öncə şeylə eləyə bilməzsiniz. Nə setə çevireyim, nəyə çevireyim. Burada döngü lazımdır. 7, 23. Ancaq ondan böyükləri götürmək üçün fikir versiniz, nə eləməlisiniz? Hər bir indeksində, yəni 0-cı indeksi, 1-ci indeksi götürüb müqayisə eləməlisiniz ondan. Ondan böyüksə siz götürüb hansısa bir listə əlavə eləməlisiniz. Əks halda eləməlisiniz. Yenə burada döngü var, yenə burada if var. Əslində, bunlarla çox məşğul olsanız, tapşırığı oxuya-oxuya başa düşəcəksiniz ki, orada nələrdən istifadə olunmalıdır. Ona görə çox məşğul olun. Belə bir, yenə ingilis dilində sözdən istifadə edəcəm. Filter, yəni filter olmuş döngüdə. Bu, yəni list olur. Filtrlənmiş list, belə deyək. İngilis terminlərindən istifadə edək ki, əlimiz öyrəşsin. While, yenə adət ənənəyə sadiq qalan dilin uzunluğundan kiçikdirsə, nə səhv yazmışam burada?
Hə, uzunluğundan kiçikdirsə şərt ödənir və indi deyirəm. Bax, fikir verin. If bu asandır. Bəli. Numbers i böyükdür numbers ondan. i. Çünki i 0 düşəcək, 1 düşəcək, 2 düşəcək. Hər dəfə bu rəqəmlərdən biri düşəcək. Sıra ilə bir dəfə bu, bir dəfə. Bunların elə bir ki, biz nədir? Bunu hamısı ayrı-ayrılıqda sorğuya çəkilir də. Sorğu-sual olur. Elə təsəvvür edin. Bu əgər böyükdürsə 10-la ifin daxili blokunda filtered append metodu yenə əlavə elə nəyi? Bakıra. Nəyə əlavə eləməliyəm? Səsim gəlir. Bəli, gəlir. Filtered append nəyə əlavə eləyəcəm mənə? Bura. Nəyə əlavə eləməliyəm? Numbers. Ora Əgər numbers i ondan böyüdürsə. Numbers. ay anlamadım. Nəyə anlamadım? Numbers yeni. Sən elə bir ki, burada dayanan rəqəmə numbers i adı veribsən də. O numbers i dəyişkən bir şeydir. Hər dəfə bax, bir dəfə bu olur, bir dəfə bu olur, bir dəfə bu olur. İndi deyirsən ki, əgər bu numbers i nə idisə, ondan böyüksə, gir onu əlavə elə nəyə? Append. Həmin o numbers i. Bunlara bax, bura nə Ora yazır? numbers i yazırıq. Başa düşdün indi? Senaryoda bir dəfə sıfırla işlədi. Biz izah elədik də onu. 0 budur. Həmin o burada 0 olanda yenə 5-dir də. Deməli burada sən onu müqayisə edirsən. Burada da başdan nə gələcək onu yazırsan. Ödənərsə nə olsun? Ödənməsə bu olmayacaq da. Ondan böyükdürsə bu olmayacaq. Belə. Sonra mən if'in daxili blokundan çıxıb bir dənə artırmalıyam hər dəfə i-ni bir vahid və sonda da print eləməliyəm. Filtrat. Fikir 12, 15, 20. Baxaq. 12, 15, 20. Düzdür də, Düzdür də. ondan böylər. Ondan böylər, düzdür. Siz burası 15 əlavə elədiniz, ona görə şeydə çıxmırdı. Yəni o birisində 15 Məsələn, bura yoxdur. bir dənə də əlavə edirəm. Məsələn, 30. 30'u da gəldi saldım. Bir dənə də 1 yazıram. 1 düşmədi. Nə zaman əlavə olunacaq? Həmin o element ondan böyükdürsə o əlavə olunacaq. Böyük deyilsə olmaz. Yəni mən də belə yazmışdım. Eydi, bunu yazmışdım. Bəli. Bunu da şəklini çəkə bilərsiniz. Qaldı 20. Burada da deyir ki, listin elementlərini stringə çevir. Numbers 1, 2, 3, 4. Fərqi yoxdur. İndi burada nə yazılıb? Bizə lazımdır, onlar çevrilsin. 1, 0. Bir dənə bayaqdan mən boş listlər yaradırdım da. Filtre, nə bilim, reverse, nə bilim. İndi də mənə boş string lazımdır ki, o stringə yığacam hamısını. Başa düşdünüz? Result. Nəticə. Boş string. Bunun üstünə bax, mən burada yazsam bir saniyə. Bunun üstünə mən gəlsəm, məsəl üçün, tutaq ki, salam. Nə olacaq? Burada salam sözü olacaq yekunda. Ay, nə oldu? Deməli, mən desəm ki, məsəl üçün, bax elə bunu bir başa düşək, sonra qalanı düzələr də. Məsələn, burada A yazılır. Deyirəm ki, result, return yox, result, üstə gəl, BBB. Bunu da stringə çevirirəm də, yəni string formada deyirəm. String BB-nin resultun üstünə gəl, çap et. Nə gəl? Birləşəcək. A, üstə gəl BBB.
Deməli, mən toplama iş elədikcə bu stringlər ardıcıl düzüləcək. Mənə də o lazımdır. Amma birinci bunu boş edirəm. Çünki hələ sıfırdan başlayıram da. Hələ içinə bilmirəm nə əlavə edəcəm. Hə. İki versə təkrar eyni şeylərdir. Bax yazım, nə yazım? Kiçik len numbers. Yəni bunu mən bu gün 50 dəfə yazdım. Result fikir verin. Özünün əvvəlki qiymətinin üstünə gəlmək nətər yazılır? Plus bərabər. Nəyə gələcəm? String numbers. String numbers. Numbers. İyi. Deməli, baxın. 0. Burada hələ boşdur. Bura 1'dir. 1 stringə çevriləcək və bura yazacaq 1. Sonra 2. Yəni 2 necə? Bu 2 düşəcək də. Bir elementlər düşürək. 2 nə olacaq? Stringə çevriləcək. Əvvəlkinin üstünə gələcək. Yəni bura elə bir ki, belə gələcək. Bax, string forması. Belə. Bunlar da olacaq belə. Nəticədə belə olacaq. 1, 2. Yəni bu çox sadədir. Ola bilər yorulmusunuz, çətin gələ bilər, amma çox sadədir. Yəni kodu yaza anacaq. Bəli. Fatimə nəsə deyirdirəm. Yo, mən səsimi açmamışam. Yəni hər dəfə o bura yenə element düşsün buradan. Həmin element stringə çevrilsin, çünki bu integerdir. Stringə çevrilib həmin bu stringin üstünə gəlsin. Yəni bunlar ardıcıl yazılsın da düzülsünlər, belə deyək. Stringə çevrilsinlər. Ən gözəl üsul bax bu üsuldur. Deyirəm ki, bir dəfə də artırmaq lazımdır. Yəni ki, sonsuz dönməsin. O da öz yerində, bunu yaddan çıxartmaq olmaz. Və print here. Mən niyə yaza bilmədim bunu? Yazam, mən də yorğunum. Hə, print nə idi? Result. Belə. Şimdi bax, 1-2-3-4'ü bizə string formada verdi. Hətta desəz ki, onu necə baxırdıq? Type-la. Belə Yox, type mötərizədə result. Result. Düzdür. Şimdi baxaq. Nə verdi? String. Amma normalda biz bura integerlər gəlmiş. Result-a baxanda, yəni bunun içərisində məsəl üçün tutaq ki, yazıram. Şimdi bax. 1-2-3-4 sayım hamısı birləşdirildi. Bəs burada məsələn mənim ağlıma belə bir ideya gəlir. Bəs necə eləmək olar ki, hər dəfə boşluq və element, yəni bax bunların hamısının arasında bir dənə boşluq olsun. Birbaşa Join-lə əvəz eləyək. Hə? Join-lə əvəz eləyək boşluq aradakı Belə bir şey eləsəm məsafəni. nətər olar? Bax, deyirəm ki, özünün əvvəlki dəyərinin üstünə gələcəksən. Bax, belə bir şey deyirəm. Deyirəm, boş string içərisində boşluq. Üstə gəldi bu. Eləsəm necə olar? Elə bir ki, Arada əvvəlində boşluq dənə olur. boşluq gəlmiş bura. Sonra 2 əvvəlində boşluqla gələcək. İndi baxaq. Gördünüz? Və yaxud da vergüllə. Oysa birincidə də şey var da, vergül var. Bəs onu necə eləyək ki, o vergül düşməsin? Aha, ideyalar gözləyirəm. Bu vergülün qarşısını almaq üçün biz kod yaza bilərik burada. Birincisi olmasın, qalanları olsun. Pop, result pop vergül. Yox, silmək yox. Biz avtomatlaşdırma eləmək istəyirik. Yox, mənim ağlıma sıraz gəldi. If. Mən bilirəm ki, vergül
Aa, bu kod nə vaxt icra olunsun istəyirəm. Deməli, i-nin 0 qiymətindən sonra. Fikir verirsiniz, 0 qiymətində istəmirəm bu kod. 0 qiymətində əvvəlki forması işləsin. Amma 0-dan sonra boşluqla bir yerdə gəlsin üstünə. İndi burada əvvəldən işləyib də deyirəm ki, i 0 nə deyirəm? Bərabər deyilsə 0-a. Bunu onda icra edəcəksən. Düzdür. Bunu bir dənə kopyalayıram, baxın. Bir dənə də bura else yazıram. Yaza da bilərəm, yazmaya da bilərəm. Amma else yazım ki, başa düşürüz. Əks halda string birbaşa əvvəlki versiya var idi. Bax, belə. İndi baxın. i 0-a bərabər olanda daha doğrusu da. Yox, düz yazmışdıq. 0-a bərabər olmayanda, yəni indeks artıq 1-dir. Sən onu götür, boşluqla, vergüllə bir yerdə əvvəlkinə əlavə elə. Yox, i 0-a bərabərdirsə, təkcə həmin o elementi çevir, qoyur. İndi baxın. Bu da maraqlı kod, görürsünüz. Yəni sonki 0-cı kod başdakı vergüldür də, ona görə. 0-cıda nə baş verəcək? 0-cı i 0 qiymətinə baxaq. Bu 0-a bərabər, bu işləmədi. Düzdür, bura işləmədi. Hara işlədi? Bura işlədi. Hara işləyənə baxın da, o daha yaxşı başa düşərsiniz. Bura gəldi, düşdü 0. 0-cı indeks hansıdır? 1. 1-i çevirdi stringə. Onu atdı nəyə? Resultun içərisinə. Resultun içərisinə gəldi, düşdü 1. Sonra hansı oldu? 1. i 1. Bu ödənir də. i 1 0-a bərabər deyil. Düzdür də. Onda götürdü nədir? Resultun içərisinə vergül atacaq. Fikir verin. Vergül atacaq. Sonra nə atacaq? 1-in string formasını. 1 hansıdır? Budur da. Birinci indeks. String forması belə. Sonra təzədən. Axır ki, bir dənə 0-da əlavə olunmalı. Bax. Fikir verin. Deməli, bizim əlimizdə 4 rəqəm var. 5 rəqəm var da. Bunun biri 0-dır. Qalanları da başqa rəqəmlər. Ona görə mən bunu nə elədim? 0-la filtrlədim. Dedim, 0-a bərabər olmayanları götür, əvvəlinə vergül at. Bax, görürsünüz, əvvəlinə vergül at. 0-a bərabər olanları isə təbii ki, bir dənədir də. Onu götürsən, vergülsüz yazacaqsan. Onu da yazıb, tabi getdi. Bu da sizə while-ın istənilən bir versiyanı. Yəni, belə deyim də sizə. İşə girmə müddətində, yəni kurs bitirənlər, bunu əgər siz bunları başa düşsəz, bunları yadda saxlasınız, yəni 90% tələbələrdən daha yaxşı olarsınız. Vay, döngü tərəfini deyirəm sizə. Həm də algoritm də öyrədir də bu sizə. Yəni, belə deyim, 20 dənə taskdır, hamısı bir-birindən vacibdir. Burada elə belə task yox. Hamısı sizə, bax, fikir edin, nəyə keçdik, string toplama. Burada nədən danışdıq? If hamısında var. Başqa bir listə append eləmək, şərtə əsasən. Deməli, append metodu var, if var, operator var, listin özü var. Not-in məsələsi var, kimin yadından çıxıbsa getsin, ona baxsın. Yeni operator, bu səfər çoxdan aza getmək, görsən bunu fikirləşmək lazımdır. Mənə birinci sonuncu element lazımdır, sonra ondan əvvəlki, sonra ondan əvvəlki. Deməli, i azalan imiş burada. Burada da 30-u tapıbsa break eləsin. Bu da məntiqdir. 10 nəfərdən 9-un ağına gəlmir. Bunu boş-boşuna döndürür. Dirəşin yerəm break-i. Elə şey olsun. Necə yağına düşünür də. Amma yəni real həyatla müqayisə eləsəz asandır da. Deyirsən ki, mən 30-u... Elə bir ki, bax, sən giribsən otağa. Otağın içərisində en qədər qutu var. Sənə deyirəm ki, içində qələm olan bir qutu var orada. Varsa, nə bilim, onu götür, gətir də. Səhərdə girsən, nə bilim, 300 dənə, 500 dənə qutu var. Biri var, məsəl üçün, 3-cü qutunu açdın, o qələmi tapdın ki, qələmlər olan qutu. Sonra çıxıb gələsən çölə, mən də səni gözləyirəm axı çöldə. Bir də var ki, yox, bu break olmasa elə bir ki, sən 300 qutunu, bax,
Belə eləyək. Hə. Bu break olmasa, elə bir sən 3-cü qutuda tapsan da 300 qutunun hamısına baxacaqsan. Məcburi. Çünki bu o deməkdir də. Deyirsən ki, tapdım, found true ilə təzədən birə. Hara qədər qutuların hamısına baxmalısan. Ağıllı proqramçı gəlir bura bir dənə break atır. Deyir ki, tapdığın qutunu çıx çölə. Daha ehtiyac yoxdur. O birisi qutulara baxıb vaxt itirməyə, rəmi doldurmağa ehtiyac yoxdur. İşim bitdi də mənim sənin. Bu listdən mənim istədiyim nədir? 30-un orada olub olmaması. Tapdınsa found, false, true eləyirsən və bu kod mənə əsas lazım ki, bu işləsin. Found ya true ya da false. Burada da belə yazmışız da, else found, if found. Bu else, if else dərsi. Bu asandır. Belə. Bunun yenə videosuna baxarsınız. Nəsə suallar olsa qrupda davam edin. Gələn dərsə amma mən sizdən foru azmaz tələb edəcəm. Çünki foru verirəm altı bazar oxumağa. Tapşırıq yoxdur. Vali kimin ürəyində qara qalıbsa, kim belə tam yaxşı başa düşmək istəyirsə, baxa bilər. Belə. Foru verəcəm oxumağa, amma məcbur deyil. Kim ki, əgər validə özünü qane eləmirsə, yox, mənim daha yüksək potensialım var. Vali